Sual verən soruşur ki, siz hansı məzhəbdənsiniz? Biz məzhəblə getmirik. Biz yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin getdiyi və səhabələrinin getdiyi yol üzərindəyik. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin məzhəbi olmuyor. Yəni bir dəfə maraqlı bir o Türkiyədə olanda məscid namazı qıldım. Və yanımda bir kişi var idi. Çöndü mənə dedi ki, "Bəs oğlum sən hansı məzhəbdənsən də?" Deyirəm, "Bəs məzhəbdən deyiləm də." Bəs dayı, bir elə şey olar, sən məzhəbdən olmayasan da, hamı məzhəbdə olmalı. Deyirəm, yaxşı, onu bir dənə sual verim. Abu Bakr hansı məzhəbdən idi? Dayandı belə. Deyirəm, bəs Ömər hansı məzhəbdən idi? Deyir, bilmirəm. Sən onda mənlə soruşursan ki, mən hansı məzhəbdəyəm? Mən onların məzhəbindəyəm. Mən salam. Peyğəmbərimizin məzhəbindəyəm. Vahabi deyiləm, qardaş, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix Fakültəsini qurtarmışam. Tarixçiyəm, müəllim. Vahabist deyilik.